Yasamal rayonu Mirəli Seyidov küçəsi Musabəyov parkının yanında 3 otaqlı 64 kvadrat ölçülü, kubcalı, əşyalı, təmirdən sonra yaşayış olmayan bir mənzillə sizin qarşınızdayım. Mənzil studiya qonaq otağı formatında təmir olunub. Sənədlə qanuni bir otaqdır, 3 otağa düzəlib, tam təmirli və əşyalı bir mənzildir. Mənzili sizlərə çəkib təqdim edəcəm. Təqdimatdan öncə kanala abunə olmağı, videonu bəyənməyi unutmayın. Burada giriş qapısı yerləşir. Daxil olduqda dəhliz boyu geniş 1, 2, 3, 4, 5, 6, 7, 8 qapılı geniş, hündür, tam tavana qədər yığılmış qardırop hissəsi. Döşəmədə qranit mərmərdən istifadə olunub. Sol hissədə burada mənzilin sanitar qovşağı yerləşir. Baxın, kifayət qədər geniş sahəyə malikdir. Lazım olan aksesuarlarla təmin olunub. Gördüyünüz kimi döşəmədə laminatdan, divarda isə gözəl divar kağızlarından istifadə olunub. Burada mənzilin birinci yataq otağı olan uşaq yataq otağı yerləşir. Baxın, bu şəkildədir. İkili sağ-sol hissədə yataq dəstləri yerləşdirilib. Kombi bataryası tam şəkildə yerləşdirilmiş şəkildədir. Burada isə studiya qonaq otağı yerləşir. Mənzilin mətbəxi pəncərə istiqamətində yığılıb. Gördüyünüz kimi bu şəkildə düzəlib. Burada isə yataq otağı yerləşir. Orada geri dönüş eləyəcəyik. Baxın, belə bir studiya qonaq otağıdır. Mətbəx pəncərəsi bu hissədə jalus pəncərə ilədir və eyvana çıxış hissəsi mövcuddur. Baxın, bu şəkildə. Bax istiqaməti Mirəli Seyidov küçəsi istiqamətindədir. Şərifzadə və Mirəli Seyidov küçəsinin tam ortasında yerləşən bir binadır. 17 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. Qanuni bir otaq 64 kvadrat ölçülü 3 otağa düzəlmə bir mənzildir. Burada isə mənzilin yataq otağı yerləşir. Dəyərli izləyicilərimiz, bu şəkildədir. İstəsəniz gələcəkdə buradan eyvana çıxış da əldə edə bilərsiniz. Bax, bu şəkildədir. Yataq üçün olan lazım olan mebel dəstləri də tam şəkildə əhatə olunmuşdur. Mənzil haqqında ümumi məlumatı və qiyməti sizlərə qeyd edəcəm. Mənzilimiz Yasamal rayonu Mirəli Seyidov küçəsi 17 mərtəbəli binanın 5-ci mərtəbəsində 64 kvadrat ölçülü, qanuni bir otaqdan 3 otağa düzəlmə, kubsalı, yeni təmir olunmuş və yaşayış olmayan bir mənzili sizlərə çəkib təqdim elədim. Qiymət 224 min manatdır və real alıcıya endirim olunacaqdır. Mənzil haqqında bu qədər. Növbəti çəkilişlər və mənzildə görüşənədək Allah alana və satana xeyir versin. Sağ olun, salamat qalın.